Məzuniyyət məsələsi biraz dəyişdi. Orada bir dənə işçinin xeyrinə bir güzəşt veriblər. Nə mənada güzəştdir? İşçinin xeyrinə olan bir istiqamət veriblər. Əgər sizin əvvəlki məzuniyyət hesablama qaydası, tam 1000 manat maaş almısan, 1000 almısan, sonra 1200 olub. Əlbəttə, aylardır ya bunlar. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Son 12 aydan söhbət gedir. Sonra yenə 1200 almışsan, sonra 1400 almışsan, 1400, sonra almışsan 1500 və 1600 almışsan, axırıncı ayı 1800 almışsan. Əvvəlki qayda deyirdi ki, bunların hamısını cəmləmək lazımdır. Cəmləyim də bu anasını. 3000 plus 3 ay 1200'den 3600. Ondan sonra 2 tane 1400, 2800. 2 tane 1500, 3000. 1600, 1800. 15800 eləyir. Deməli, son 12 ay 15000 illik 800 manat eləyir. Bu illik deyəndə insanlar çaşır deyənə maddə son 12 ay sözünü işlədir. O deməkdir ki, sən aprelin 1-i işə girmisənsə, yəni sən təqvim ilindən söhbət getmir. Söhbət aprelin 1-dən aprelin 1-nə gedir. Geriyə aprelin 1-dən aprelin 1-nə. Keçən ilin aprelin 1-dən bugünə qədər aldığım maaşlardan söhbət gedir. Son 12 ay deyəndə onu nəzərdə tutur. Yəni təqvim ilinin 2025, 2026, 2024-ün burada dəxiliyyəti yoxdur. 15800'ü sonra bölürük 12 aya. Bunu bölürük 12 aya. Eləyir 1316 manat, 16 manat 16 qəpik. Bu orta aylıq əmək haqqıdır. Əmək haqqı alındı. Bunu da bölürük 30.4 gün əmsalına. 30.4 gün əmsalı nə deməkdir? 365 təqvim günü var da. 60 ildə. Razısınız? 4 ildə bir dəfə 366 gün olur. Amma biz ümumi həmişə 365-ə böləcəyik. Okay. 360 məzuniyyət günləri təqvim günü ilə hesablanır. İş günü ilə yox. Yadda saxlayın. 365'i ona görə 12 aya böləndə bizdə gəlib 30.4 gün edir. Onu bir də desək, deyir ki, bütün aylar bir-birinə bərabər olsaydı, biri 30, biri 31, biri 28 olmasaydı, hamısı bir-birinə bərabər olsaydı 30.4 gün olmalıydı aylar. Okay. Bu da indi kosmosla 30.4 gün elə şey mümkün olmadığı üçün ona görə görsən 3000 il əvvəl Romalılar bu tapıb, kim tapıb bilmirəm. Günləri 31, 30, 31, 30, 28, 30, 32 dənə 31 belənçini fikirləşib qoyublar. Okay. Amma rəqəmlə götürsək 30.4 eləyir. Ona görə biz məzuniyyəti hesablayanda orta əmək haqqını 30.4'ə bölməliyik ki, düzgün bir məzuniyyət gününün pulunu hesablaya bilək. Bunu da 30.4'ə bölürəm. Alınır 43 manat 31 qəpik. 43 manat 31 qəpik eləyir. Bir təqvim gününün, bir məzuniyyət gününüzün pulu. Oldu mu? Bura qədər gəldiyini, bunun içini saxlamışım başqa yazılar üçün və bu gəldiyimizdən yeniliyi siz üçün deyim. Yenilik nə deməkdir? Yenilik, bax bu deməkdir. 1800 yenilikdir. Yəni deyir ki, əgər vətəndaşın, işçinin maaşı, ən son maaşı son 12 ayın 12'ye bölünmüş orta aylıq əmək haqqından böyükdürsə, burada böyükdür. Onda biz məzuniyyət pulunu son əmək haqqının məbləğinin üzərindən hesablamalıyıq. 1316'nın üzərindən yox. Başa düşdünüz? Ona görə də indi mən 1800'ü 30.4'ə böləcəm. Razısınız? Hop, gəldi bir məzuniyyət gününün pulu
59 manat 440 qəpiklədir. 40 qəpik, 2 qəpik, 20 qəpik. 59 manat 20 qəpik. Bax, bunun üzərindən hesablayacaq. Bu yenilikdir. Bu artıq köhnədir, bu yenilikdir. Başa düşdünüz? Sonra getdik. Məzuniyyət kateqoriyaları. Niyyət kateqoriyaları. Baxmaq olmur. 21 gün, 30 gün, 36 gün, 42 gün, 46 gün və 56 gün kateqoriyaları var. Siz ən çox həyatınızda, işinizdə, iş seyrinizdə sizə rast gəlinən bu ikisi olacaq. Bu əsasən fəhlə, fühlə, filan, nə bilim, hətta ofisin içində fəhlə qismində qeydiyyatda olan işçilər var. Yəni mütəxəssis deyil, satışçıdırsa, satıcı 21 gündür, yadda saxlayın. Satıcıdırsa 21 gündür, satıcı 21 gündür. Yəni satıcı mütəxəssis hesab olunmur. Çox maraqlıdır ki, niyə? Mən bundan razı deyiləm. Bu yaxınlarda indi biz supply chain manager şirkəti qururuq və bizə satış kursları lazımdır. Onu axtarmağa başlamışam. Bir dənə satış kursu tapmışdım. Belə şey üçün, şahruz üçün, falan üçün öz könüllüləri də kursa göndərmək istəyirdim. Keşke müəllim gətirəyim onu, ən yaxşısı. Aylıq 500 manat kursun pulu. 4 aylıq kurs 2000 manat. Satıcı mütəxəssis yetişdirir kursu. Yəni buna informasiya verəcəklər, kitab bizdəki kimi, onu oxu, bunu oxu, hələ bu öyrənəcək. Bundan 4 aydan sonra mütəxəssis olacaqmı, olmayacaqmı 2000 manat getdi. Yəni mən bir 4 nəfəri yetişdirsəm 8000 pul verim. Yəni mənim təbrizimcə satıcıya yaxşı pul verir, mütəxəssis sayılır. Yəni satıcı yaxşı pul qazandırır müəssisəyə, yaxşı da özü pul qazanır. Yəni. Amma satıcı 21 gündür, fəhlə qismi sayılır. 30 gün kimlərdir? Müəssisədə rəhbər vəzifədə olanlar, mütəxəssislər, mühasib, mühəndis, kadr, nə bilim, katibə, osu-busu, bunlar hamısı 30 gündədirlər və istisna hal kənd təsərrüfatında işləyən fəhlələr və tibbdə işləyən sanitar heyət, həkimlər yox, sanitar heyət. 30 gün. 36 teatrdır, siz buna rast gəlməyəcəksiniz. 42 bunlar polis falan, güc strukturları, hərbiçilər, bunlar 42 gündür. 46 müharibə iştirakçıları, veteranlar, bayaq deyim ki, müharibə əlilləri falan bunlardır. 56 da müəllimlərdir, amma bu dəyişdi biraz. Əgər siz yay tətilində sizsə 56-dır, ilin ortasında götürəndə 30 olur. Belə bir istisna hal oldu. Məzuniyyətinizi ilin ortasında götürürsünüz 30, tətildə götürürsünüz 56. Belə məqamlar var. İndi biz bu məzuniyyəti 21 gün kateqoriyasına hesablayaq. Görək başımıza nə gəlir. 59-u vurmalıyıq 21-ə, amma bununla dayanmıram. Üstəlik staja görə əlavə məzuniyyət günü qaydası var. O nə deməkdir? Deməli, iş stajı azdır, 5 il olanlarda əlavə gün sıfırdır. Heç bir əlavə gün yoxdur. İş stajı 5-10 il olanlarda 2 gündür. İş stajı 10-15 il olanlarda 4 gündür. Ve iş stajı burada azdır koymalıydım. Azdır. Çoxdur 15 il olanlarda 6 gün. İndi fərz edək ki, adamın 8 il iş stajı var. Bu da onun 59 maaş məzuniyyət puludur. 59.2 vururuq 23 günə. Razısınız? Niyə 23 günə? 21 gün buna düşən məzuniyyət 2 gündə stajına görə.
Okey, ev tapşırığı verəcəm, düzgün eləyərsən. 59.2-nin 23-ə vurdun, Sabir tez. 1361 manat 60 qəpik. 1361 61 manat 60 qəpik. manat 60 neçə? 60. 60 qəpik. Amma qorxmayın, bu onun 23 gününün, 23 təqvim gününün maaşıdır. Çünki onun təqvim günündən başqa 7 gün təqvim günü var ki, onun da tam ki 6 xanlığı var, 5 iş gününün maaşı da var elə. O 5 iş gününün maaşını əgər bu adam 1800-ü iş günlərinə böləndə tam ayda 20 gün var, 20 iş günü var. Buna bir gündə 90 manat düşür də, düzdür? Onu da 5 iş gününə vursaq, hələ bunun üstünə 450 də 5 iş günü gələcək, gəlib təzədən o 1800-ü çıxacaq. Yəni deyirlər, məzuniyyətə çıxandan maaşına azalır. Yox, azalmır. Sadəcə məzuniyyət 21 gün olanda ya da 23 gün, 23 günün pulunu alırsan. Yəni yerdə qalan gəlib işləyəcəksən, işlədiyin pulu üstünə gələndə yenə həmən şey edir. Düz hesablayın, 1811 manat edir hətta. 1811 manat 60 qəpik edir hətta. Maaşından da çox oldular. Yəni, bu məqamları biləsiniz.